Deməli, bu yaxınlarda Şəruri İsfəndiyarın imkanım olsa məscidləri söküb yerinə məktəb tikərəm sözləri geniş yayılıb və müzakirələrə səbəb olub. Və xeyli insan da bu sözlərə görə Şəruri İsfəndiyarı tənqid eləyib. Çünki zaten Şəruri İsfəndiyar sözlərində səmimi olsaydı, həqiqətən də məktəb tikmək arzusunda olsaydı, zaten illərdir Bakıda binalar tikir, evlər tikir və adı dələduzluqda hallanır, kifayət qədər. Yəni belə səmimi idisə bir binanın yerinə və yaxud da 3-5 evin yerinə, yəni zaten istəsəydi məktəb tikə bilərdi. Lakin onun burada əsas hədəfi, əsas demək istədiyi, şuuraltı yeritmək istədiyi bəlkə də o idi ki, güya Azərbaycanda məscidlər və yaxud da ki, dindarlıq, dini inanc güya elmə qarşıdır. İnsanların elm almasına, məktəbdə oxumasına güya maneçilik törədir. Halbuki Azərbaycan elminin və təhsilinin bərbad vəziyyətdə olmasının səbəbi əlbəttə ki, din deyil. Ölkədə yaratmaz məmurların, yaratmaz nazirliklərin, elm və təhsil nazirliyinin və digər adiyyəti qurumların fəaliyyətsizliyi, düzgün doğru plan qurmaması, doğru düzgün təhsillə maraqlanmaması, oxuyan tələbələrə və şagirdlərə lazımi dəstəyin verilməməsi. Yəni əsas problem, əsas məsələ budur. Amma Şəruri İsfəndiyar əlbəttə ki, bunlardan danışa bilməz. Bunlardan danışmağa qorxur, çəkinir və bizim elmimizin də, təhsilimizin də aşağı səviyyədə olmasını güya ki, dinlə əlaqələndirir. Halbuki Azərbaycan bəlkə də regionda ən az dindar olan ölkələr sırasındadır. Deməli, bu yaxınlarda qabağıma çıxdı mənim Britaniyanın məşhur The Telegraph media orqanı belə bir araşdırma və sorğu keçirib. Sorğunu 65 ölkədə keçirib və ölkələr üzrə dindarların səviyyəsi, dindar əhalinin sayı, yəni buna uyğun bir sorğu, araşdırma aparıb və məlum olub ki, ümumiyyətlə reytinqdə ilk sıranı Çin tutur, 7% dindarlıq səviyyəsi ilə və Azərbaycan da reytinqdə yüksək yerlərdədir, yəni 15-ci yerdədir. Ölkədə yəni aparılmış rəsmi araşdırmaya görə, statistik məlumata görə cəmi 34% insan dindardır. Yəni 66%-i da məlum məsələdir ki, demək ki, dindar deyil. Əslində bu sorğu reallığa yaxın bir sorğudur. Çünki burada söhbət dinə inanmaqdan, Allaha inanmaqdan getmir, dindarlıqdan gedir. Yəni bir insan dindar kimə deyilir? Dindar yəni ki, dininə riayət edən, dini ayinləri yerinə yetirən, namazını qılan, orucunu tutan və digər dində qadağan olunmuş əməllərdən də çəkinən insanlara deyilir. Və Azərbaycanda da yəni biz özümüz də yəni ətrafımıza baxsaq, istər iş yerlərində, istər dostlarımız arasında yuxarı aşağı görürük ki, məsələn ətrafımızda 10 nəfər varsa, 10 nəfərin ikisi və üçü dindardır. Yəni həmin bu belə deyək, ayinlərə riayət edir. Digər ətrafımızda məsələn 10 nəfərdən 7 nəfəri, 8 nəfəri görürük ki, zaten bu qadağalara və yaxud da ki, əmrlərə əməl etmir. Zaten həmən o The Telegraph media qrupunun yayımladığı sorğuda da 34% dindarlıq səviyyəsi elə məhz buna görədir. Yəni 34% nə deməkdir? Yəni 10 nəfərdən uzağı 3-4 nəfəri bu dini ayinləri yerinə yetirər və qadağalardan çəkinər. Əksər insanlar bunu etmir. Və maraqlısı nədir? Yəni Azərbaycan bu sırada 15-ci yerdədir, 34%-la. Demək ki, Azərbaycan o qədər də dindar ölkə deyil. Hətta dindar olmayan ölkədir. Amma maraqlıdır ki, sorğuda dünyanın bir nömrəli elmində də, texnologiyasında da, gücündə də və bir çox sahəsində lider olan Amerika Birləşmiş Ştatlarında dindarlıq faizi 56%-dir. Hətta biz bunu Amerika Birləşmiş Ştatlarının dövlət
rəsmi birinci, ikinci, üçüncü şəxslərində də belə görürük. Bu yaxınlarda yəqin ki, hamınız gördünüz. Mark Rubio alnında xaç çizilərək efirə çıxmışdı. Yəni nə qədər bu insanın dindar olduğunu göstərir ki, yəni hətta kilsədən çıxıb dini ayinləri yerinə yetirib və gedib media orqanına müsahibə verməyə, hətta bir 5 dəqiqə vaxt tapıb o xaçı alnından silməyib. Çünki orada Amerikada bizdəki kimi deyil. Onlar deyir ki, bu mənim dinimdir, mənim inancımdır və hamı da buna hörmət eləməlidir. Yəni dinindən, inancından utanmır və açıq şəkildə nümayəşkarcasına bunu göstərir və göstərməkdən də çəkinmir. Yəni bu Amerikada dindarlıq səviyyəsi, xristianlıq ən yüksək səviyyədə, hətta Amerika prezidenti, prezident administrasiyası və qurumlarında yüksək səviyyədədir. Yəni əhalidə də budur. Deməli Amerika Birləşmiş Ştatlarında 56% dindarlıq səviyyəsidir. Reytinqdə 39-cu yeri tutub. Eyni zamanda reytinqdə 80-ci yerdə 83% dindarlıqla İran və 116-cı yerdə 93% dindarlıq səviyyəsi ilə Səudiyyə Ərəbistan yer alır. İndi mən bu misalları nəyə görə gətirirəm? Yəni fikir verin. Dünyanın ən inkişaf etmiş, elmdə öncül olan, ən yeni texnologiyaları ürətən Amerika Birləşmiş Ştatlarında dindarlıq Azərbaycandan qat-qat yüksəkdir. Eyni zamanda İran, yəni nə qədər indi bəzi şəxslər, savadsız insanlar İranı lağa salırlar, bəs molla rejimi, mollalar. Halbuki İran bu dəqiqə atom bombası, nüvə silahını ürətmək üzrədir. Bu dəqiqə İran uranı parçalayır. Hamısını kim edir? İranlı alimlər edir. Yəni İranda o bəzi savadsızların güldüyü, ay molla rejimi, ay mollalar dediyi həmən İran bu dəqiqə elmdə, texnologiyada ən öndə gedən ölkələrdən biridir. Həmən o İrana lağ eləyənlər bir balaca səhhətində problem yaşayan kimi İrana qaçırlar. İrandakı həkimlərə yalvarırlar ki, məni müalicə elə. Yəni bu da İranın elmdə, səhiyyədə inkişafıdır. Halbuki 83% İranda, yenə də deyirəm, dindar ölkədir. Yəni zaten İslam Respublikası adlanır. Eyni zamanda Səudiyyə Ərəbistanı 93% dindardır. Yəni Məkkə, Mədinə Səudiyyə Ərəbistanda yerləşir. Amma Səudiyyə Ərəbistan da elmdən geri qalmır. Kral Fəth adına Neft və Mineral Universiteti artıq dünyanın ən güclü universitetlər sırasında ilk 100-lüyə daxil olmaq üzrədir. Yəni son reytinq açıqlamalarına görə Kral Fəth Universiteti reytinqlərdə dünyanın ən güclü universitetlər arasında 101-ci yeri tutub. Bu arada mənim yadıma bir aralar ANS-də Akşin Yenisey adlı özünü intellektual adlandıran bir şəxs var idi, yadınızdadır. O yadıma düşdü. Bəs efirlərin birinə çıxıb demişdi ki, Səudiyyə Ərəbistanda universitet, ümumiyyətlə universitet yoxdur. Hələ o efirdə Elşad Miri Akşin Yenisey'ə çox tutarlı bir cavab verdi ki, yəni bilmədiyin məsələlərlə bağlı sən niyə danışırsan? İndi həmən o məsələ mənim yadıma düşdü. Bu mövzuyla bağlı danışarkən elə Akşin Yenisey'ə də səslənmək istəyirəm. Gözün aydın. Kral Fəth Universiteti artıq 101-ci yerdədir dünya universitetlər sırasında. O sənin o güldüyün, Səudiyyə Ərəbistan Universitet demədiyin həmən o Səudiyyə Ərəbistan Universiteti bu dəqiqə ilk artıq 100-lüyə daxil olmaq üzrədir. Amma bizim Azərbaycanımızda hələ də biz millilikdə qalma uğrunda mübarizə aparırıq. Yəni bizdəki təhsil, oradakı təhsildir. Bizdə elmə verilən dəyər, orada elmə verilən dəyər. Onların göstəriciləri bizim göstəricimiz. Yəni baxın, məsələ budur. Yəni biz məsələlərə düzgün diaqnoz qoymasaq, problemi başqa şeylərdə axtarsaq, heç vaxt biz elmdə də, təhsildə də, inkişafda da qabağa gedə bilmərik. Biz xəstəyə düzgün diaqnozu qoymalıyıq ki, xəstəni müalicə eləyə bilək. Eyni zamanda yenə də İranın Tehran Universiteti dünyanın ən güclü universitetlər sırasında 368-ci yerdə qərarlaşır.
Və yəni bütün bunları mən nəyə görə deyirəm? Yəni biz öz günümüzə baxmalıyıq. Yəni Azərbaycanın universiteti, Bakı Dövlət Universiteti neçənci yerdədir? Azərbaycanın ən güclü hesab olunan Bakı Dövlət Universiteti sıralamada 950 min arasında qərarlaşıb. Yəni təsəvvür eləyin, Azərbaycanda 34% insan dindardır, 66% insan dindar deyil. Amma nə təhsilimiz var, nə elmimiz var, nə səhiyyəmiz var, nə texnologiyamız var, nə üretimimiz var. Əgər dindarlıqla və yaxud da ki, dinsizliklə ölçülsəydi, bu dəqiq Azərbaycan elmdə də, təhsildə də, texnologiyada da, inkişafda da ən yüksəklərdə olardı. İrandan da qabaqda olardı, Səudi Ərəbistandan da qabaqda olardı, Türkiyədən də qabaqda olardı. Türkiyədə dindarlıq səviyyəsi 50%-in üzərindədir və digər ölkələrdən də qabaqda olardı. Əgər dindarlıqla elm və təhsil ölçülsəydi, Şimali Koreya bu dəqiqə elmdə birinci yerdə olardı. Baxın, bu hamısı statistik reytingdə olan məlumatlardır. Yəni bu baxımdan da yəni Şərruli İsfəndiyarın və onun kimi düşünənlərin və elmi, inkişafı, təhsili dinlə əlaqələndirənlərin nə qədər özlərinin savadsız olduqlarını göstərirlər.